İranda Urmiya Polis İdarəsinin təcridxanasında Kamran Kazemi adlı şəxs məmmalı şəkildə ölüb. Bu barədə Azad İran Telegram kanalı İranda İnsan Haqları Təşkilatına istinadən məlumat yayıb. Hadisə ilə bağlı yayılan xəbərlərə görə, təhlükəsizlik orqanları Kamran Kazeminin ölümünün səbəbini intihar olaraq açıqlayıblar. Lakin bir sıra məhbuslar bu iddianı qətiyyətlə təkzib edərək, Kamranın ölümünün işgəncə nəticəsində baş verdiyini bildiriblər. Hadisə yerindəki məhbusların ifadələrinə görə, Kamran Kazemi təkcə fiziki deyil, həm də psixoloji işgəncələrə məruz qalıb. Onlar Kamranın həbsxanada xüsusi təzyiqlərə məruz qaldığını və bu təzyiqlərin onun ölümünə səbəb olduğunu iddia edirlər. Bəzi mənbələr Kamranın saxlanıldığı müddətdə ağır fiziki zorakılığa məruz qaldığını və bunun onun ölümünə aparan əsas səbəb olduğunu vurğulayırlar. Təhlükəsizlik orqanlarının isə bu məsələyə dair rəsmi açıqlamaları olduqca məhdud və qərəzli xarakter daşıyır. Kamran Kazemi yanvar ayında oğurluq ittihamı ilə həbs olunub və bu səbəbdən həbsxanada saxlanılmağa başlanıb. Təkcə bu hadisə deyil, ümumilikdə İranın müxtəlif təcridxanalarında məhbuslara qarşı tətbiq olunan zorakılıq və işgəncələr tez-tez beynəlxalq ictimaiyyətin diqqətini çəkir. İnsan haqları təşkilatları İran hökumətinin bu cür təcrübələri dayandırması üçün beynəlxalq təzyiqləri artırmağa çağırırlar.